Sumqayıtda istismar müddətini başa vurmuş və sakinlərin yaşayışı üçün təhlükəli hesab edilən artıq evlərin söküntüsünə başlanılıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi qərar qəbul edib və ilkin olaraq 20-ci və 21-ci məhəllələrdə evlər sökülür. Sakinlər çox saylı şikayətlər edirdilər və bildirirdilər ki, gecə mənzillərində belə yatamağa qorxurlar və bununla bağlı qərardan sonra artıq gördüyünüz bu mənzillər söküntüsünə başlanıldı. Yerində isə, verilən məlumata görə yerində isə artıq yaşayış kompleksi salınacaq və yaşayış kompleksi tikildikdən sonra isə kirayə edilən, təmin olunan sakinlər məhz əgər istəyərlərsə burada mənzillərlə təmin ediləcəklər. Hazırda söküntü işləri xüsusi texnika və təhlükəsizlik tədbirləri çərçivəsində həyata keçirilir. Ərazidə fəaliyyət göstərən briqadalar əvvəlcə kommunikasiya xətlərini təhlükəsiz şəkildə ayırıb, daha sonra binaların mərhələli şəkildə sökülməsinə başlayıblar. Yeni layihənin Sumqayıt şəhərinin ümumi inkişaf konsepsiyasına uyğun şəkildə reallaşdırılacaq və həmçinin ərazinin sosial infrastrukturunun yenilənməsinə töhfə verəcəyi bildirilir. Bu işlər də sakinlər ürəyincə olub. Arı sökülür də, sökülür. Qəzalı vəziyyətdə uçub tökülən evlərdir. Tikirlər bizim yaşayışımızı gözəlləşdirirlər. Təzə mənzillərlə təmin edəcəklər, yüksək keyfiyyətli təmirli mənzillərin. 2 dənə dom çıxıb kirayə, bir domda çıxadacaq kirayə pulunu verirlər. Layihə çərçivəsində yeni binaların inşası ilə yanaşı abadlıq işlərinin aparılması, uşaq meydançaları, park zonaları, parking sahələri və ictimai istifadə olunan digər obyektlərin yaradılması da planlaşdırılır. Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib ki, qəbul olunmuş baş planın tələblərinə uyğun olaraq şəhərin müasir inkişaf dinamikasını əks etdirən geniş miqyaslı yenidən qurma və abadlaşma işləri davam etdirilir. Bu çərçivədə istismar müddətini başa vurmuş, müddət yaşayış standartlarına cavab verməyən köhnə binaların mərhələli şəkildə sökülməsi və onların yerində müasir tələblərə uyğun, təhlükəsiz və dayanıqlı yeni yaşayış komplekslərinin inşası həyata keçirilir. Hazırda proses şəhərin bir neçə yaşayış massivində, o cümlədən 4-cü, 15-ci, 16-cı, 17-ci, 20-ci və 21-ci məhəllələrdə ardıcıl və planlı şəkildə davam etdirilir. Gələcəkdə digər ərazilərdə də işlər aparılacaq. Nizami Rəsulov, Fərad Ələkbərli, xüsusi olaraq Dinaz TV üçün.